Luka 14-cü fəsil. İsa və Farisey rəhbəri. Bir şənbə günü İsa Farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı ona göz qoyurdu. Onun qarşısında hidropoz xəstəliyinə tutulmuş bir adam var idi. İsa qanunşünas və fariseylərə xitab eləyərək soruşdu. Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox? Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı. İsa onlara dedi, sizlərdən kimin oğlu yaxud öküzü şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz? Onlar İsa'nın bu sualına cavab verə bilmədilər. Qonaqlar məsəli. İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi. Bir nəfər səni toya dəvət eləyirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var. İkinizi də toya dəvət eləyən gəlib sənə bu adama yer ver desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan. Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət eləyən adam gəlib sənə, dostum, yuxarı başa keç desin. O zaman sənlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək. İsa onu dəvət eləyənə də dedi. Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət eləmək ki, onlar da səni çağıraraq sənə əvəzini versin. Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, körləri çağır. Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salihlər dirildiyi zaman sənə əvəz veriləcək. Süfrəyə oturanlardan biri bunu eşidib İsa'ya dedi. Allahın padşahlığında çörək yeyən nə bəxtiyardır. Amma İsa ona dedi. Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı. Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin. Buyurun, hər şey hazırdır. Amma hamı bir ağızdan üzr istəməyə başladı. Birincisi ona dedi, mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş eləyirəm, məni bağışla. Digər isə dedi, mən 5 cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla. Üçüncüsü dedi, mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm. Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi, qaç şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, körləri və topalları buraya gətir. Qulsa dedi, ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yerdə qalıb. Ağası quluna dedi, get bütün yolları və tinləri gəz, evim dolsun deyə adamları gəlməyə vadar elə. Sizə bunu deyirəm, ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq. Şagird olmağın qiyməti. İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi, kim mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz canını məndən üstün tutsa, mənim şagirdim ola bilməz. Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də mənim şagirdim ola bilməz. Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox. Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək, bu adam tikintiyə başlayıb qurtara bilmədi. Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə, üstünə 20 min əskərlə gələnə qarşı 10 min əskərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz? Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər. Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, mənim şagirdim ola bilməz. Duz yaxşı şeydir. Amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər? O nə torpağa yarıyar, nə də peyinə. Onu çölə atarlar. Eşitməyə qulağı olan eşitsin.